Salam dəyərli abituriyentlər. Bu gün ikinci qrup üçün 24 may 2026-cı ildə təşkil olunan coğrafiya fənninin suallarına baxırıq. Başlayırıq 31-ci sualla. AB xətti üzrə relyef profilinə uyğun olan diaqramı müəyyən edin və nəzərə alın ki, kəsimi yüksəkliyi 5 metrdir. Ümumiyyətlə profilə baxanda görürük ki, təpə relyef forması əks edilib. Yəni B kiçikliklərdən müəyyən etmək olur ki, profildə təpə relyef forması təsvir edilib. Ümumiyyətlə biz bu tip suallar işləyərkən birinci A-nın və B-nin hündürlüyünə diqqət etməliyik. Onu tapmalıyıq, cavablarımızdan çıxdaş vasitəsilə çıxmalıyıq. Baxırıq A-nın hündürlüyünə. O da necə tapılır? A-ya və B-yə yaxın horizontalların qiymətinə baxırıq. Məsələn, A-ya yaxın horizontala baxın, 100 metr. Və təpə relyef forması olduğuna görə bu 100 metrdən A-ya doğru gedəndə hündürlüyümüz azala-azala getməlidir. 100-dən bir dəfə düşdük, bir horizontal 95, bir dəfə də düşdük 90. Demək ki, A-nın hündürlüyü 90 metrdir. B-də isə baxırıq 110 metr, 110 metr. 110 metrdən bir dəfə aşağıya düşəndə 105 metr. Yəni B-nin də hündürlüyü olacaq 105 metr. Cavablarımızdan çıxdaş vasitəsilə variantlarımızı çıxaq. A bəndində A-nı 90 verib, düzdür. B-ni 100 və 110 arasında verib. Yəni 105 metr düşür. Bu varianta baxacağıq. B bəndində A-nı 110 metr verib, bu səhvdir. C bəndində A-nı yenə 100-dən yuxarı verib, bu səhvdir. D bəndində 120 verib, bunu da çıxırıq. Y bəndində A-nı 90 verib, düzdür. B-yə baxırıq, 110-a yaxın bir rəqəm verib, bu səhvdir. İndi isə profilin özünə diqqət edirək. Təpə relyef forması da A-dan yuxarıya doğru qalxacaq, B-yə doğru gedəndə isə alçalacaq. Demək ki, cavabımız olacaq A bəndi. 32-ci suala baxaq. A-X adı rayonunun relyefi Kür boyu düzənliklərdən, yüksəkliklərdən və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəng daşı, daş silahlı benton itkili, ağ-dağ, CO detalları var. Və bu X adı rayona aid olmayan əlamətləri bizdən soruşur. Ümumiyyətlə suala baxan kimi görürük ki, daş silahlı benton itkili harda idi? Qazaxda. Ağdağ, CO detağı Tovuzda. Demək ki, söhbət Qazax Tovuz X adı rayonundan gedir. İndi ona aid olmayan əlamətlərə diqqət etməliyik. Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir. Bu aid bir əlamətdir. Bunu götürmürük. Elə kartofçuluğun özü Gədəbəy ərazisindən tanımaq olar. Tərkibinə daxil olan bütün inzibati rayonlar xarici ölkə ilə həmsərhəddir. Bütün inzibati rayonlar yox. Yeri gələndə orada Şəmkir, həmin X adı rayonunda Şəmkir yerləşir ki, o xarici ölkə ilə həmsərhəd deyil. Bu aid olmayan olduğuna görə götürürük. Rayon ərazisindən Bakı-Tbilisi-Ceyhan, Bakı-Subsa neft kəmərləri keçir. Bəli. Enerjiyə olan tələbatı Arpaçay SES təmin edir. Arpaçay SES Şərun ərazisindədir və bu X adı rayonla əlaqəsi yoxdur. 4-ü götürürük. Kənd təsərrüfatı yalnız suvarma şəraitində mümkündür. Yalnız suvarma şəraitində mümkün olmaz. Dəmiyə də olar. Demək ki, 5-də aid deyil. Bir X adı rayonla həmsərhəddir. Bəli, bir X adı rayonla həmsərhəddir. O da Gəncə Daşkəsəndir. Cavabımız olur nə? 2, 4 və 5 A bəndi. Xəritə sxemində hərflərlə göstərilmiş ölkələr üçün ümumi olan xüsusiyyətləri bizdən soruşur 33-cü sualda. Baxırıq ölkələrə. Liviya, B Liviyadır. A Somalidir. C də Yəməndir. Yəni ümumi nəzər salsaq, inkişaf etməkdə olan ölkələrdir. İndi baxaq görə burada xüsusiyyətləri nə verib? Tropik hava kütlələrinin təsirinə məruz qalırlar. Bəli, bu ölkələr tropik hava kütləsinin təsirinə məruz qalır. Biri götürürük. İnsanın inkişaf indeksinin yüksək olduğu ölkələrdir. İnsanın inkişaf indeksi inkişaf etmiş ölkələr üçün yüksək ola bilər. Bu ölkələr üçün xarakterik deyil. Cavablarımızdan 2-ni çıxırıq. İqtisadi fəal əhalinin əsas hissəsi iqtisadiyyatın 3-cü və 4-cü sektorlarında çalışır. Biz bilirik ki, bu iqtisadiyyatın 3-cü sektoru xidmət sahələridir. 4-cü sektor isə informasiya sahələridir. Yəni inkişaf etmiş ölkələr üçün xarakterikdir bu sahələr. Bu bizə verilən ölkələr də inkişaf etməkdə olan ölkələrdir. Ona görə biz 3-ü cavablardan çıxırıq. Elə çıxanda cavabımız qalır. Əhalinin əsas hissəsi Afro-Asiya dil ailəsinə mənsubdur. Doğrudur. Ərazilərində günorta vaxtı şaquli cisimlərin kölgəsinin olmaması müşahidə edilir. Yəni kölgənin olmaması həmin ərazidə günəşin zenitdə olmasını əsaslandırır. Bəli, bu ərazilər həm tropiklərin arasında, yəni məsələn burada tropik xətti keçir, Liviyanı kəsir, Somali ilə Yəmən də tropiklərin arasına düşür. Ona görə də tropiklərdə və tropiklərin arasında yerləşdiyinə görə bu ölkələr. Biz deyirik ki, burada günəş zenitdə olar və şaquli cisimlərin kölgəsi də olmaz. Yəni bu da doğru fikirdir. OPEC təşkilatının üzvdürlər. Liviya üzvdür, amma Somali ilə Yəmən üzv deyil. Altında çıxırıq. Qalır cavabımız 1, 4 və 5 B bəndi. Ölkəmizin əhalisi ilə bağlı doğru fikirləri müəyyən edin. 34-cü sual. Əhalinin yaş tərkibində uşaqlar üstünlüyü təşkil eləyir. Bu səhv fikirdir. Niyə? Çünki ümumiyyətlə yaşlı əhalinin payı belə baxanda artmaqdadır. Yəni uşaqlar üstünlüyü təşkil eləmir. Biri çıxırıq. Quba Xaçmaz və Lənkəran İqtisadi rayonunda türk dilli olmayan xalqlar yaşayır. Bəli. Azərbaycan əhalisində demişdik. Quba Xaçmaz və Lənkəran İqtisadi rayonlarında türk dilli olmayan xalqlar yaşayır. 2 doğrudur. Acınqoz Ceyrançöldə əhalinin sıxlığı yüksəkdir. Əksinə, Acınqoz Ceyrançöldə əhalinin sıxlığı çox aşağıdır. 3-ü də cavablardan çıxırıq.
Bakı iqtisadi rayonunda əhalinin milli etnik tərkibi mürəkkəbdir. Bəli, məlum məsələdir. Şəki-Zaqatala iqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgilər və saxurlar Qafqaz layiləsinə mənsubdurlar. Avar, ləzgi, saxur bəli, Qafqaz layiləsinə mənsubdur. Kənd əhalisi əsasən miqrasiya hesabına artır. Xeyr, miqrasiya hesabına artmır. Kəndə yəni miqrasiya baş vermir. Altında çıxsa qalır cavabımız 2, 4 və 5. Davam edirik 35-ci sualla. Xəritə sxemə əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu əraziləri bizdən soruşur və bunun səbəbini. Ümumiyyətlə nədir bu fikir? Buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çoxdur. Yəni bir növ belə başa düşək, elə bil ki, yağıntısı azdır, temperatur yüksəkdir. Yəni o fərqə baxanda o fərqi görmək olur. Yəni bu ərazilər buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çoxdur deyirsə, bu ərazilər quraq ərazilərdir. Səhra əraziləridir. Əgər desəydi buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq azdır, yəni oranın həm temperaturu var, həm yağıntısı var, elə bir fərq yoxdur. O olacaq idi rütubətli ərazilər. Amma fərq çoxdursa, söhbət burada quraq ərazilərdən gedir və biz də bu xəritə sxemdə quraq əraziləri tapmalıyıq. Məsələn, elə baxırıq bu 5 Atakama səhrası götürə bilərik. Tropik səhrası iqlimində yerləşir. 3 Kaliforniya tropik səhrası iqlimində yerləşir. Məsələn, burada 4 tropikin dənizidir, çıxırıq. 6 subekvatorialdır, çıxırıq, rütubətli ərazilərdir. 2 Mulaymin dənizidir, çıxırıq, rütubətli ərazilərdir. 1 qalır Somali yarımadasının yuxarısı. Bunu da götürə bilərik. 1, 3 və 5. Cavablarımızda nə verir? 1, 3 və 5. Sahillərindən soyuq okean cərəyanlarının keçməsi bəli. Soyuq okean cərəyanı keçən yerlərdə səhralar formalaşır, yəni quraq ərazilərdir. İsti okean cərəyanı keçən ərazilərdə isə rütubətli ərazilər formalaşır. Ona görə cavabımız olacaq D bəndi. 1, 3 və 5 soyuq okean cərəyanlarının keçməsi. 36-cı sual. Meridian üzrə ekvatordan 0 dərəcəlik azimutla meridian üzrə ekvatordan başlayırıq. Ekvatordan 0 dərəcəlik azimutla, yəni şimala doğru 8769 kilometr hərəkət etsək, çatdığımız məntəqədən cənub tropik xəttinə qədər olan ən qısa məsafəni hesablayın. Baxırıq burada nəyə? Deməli, ekvatordan başlayırıq, şimala doğru gedirik. Nə qədər? 8769 kilometr gedirik. Bizə lazımdır ki, biz bunu dərəcəyə çevirək. Yəni, meridian üzrə gedirsə, bu kilometri dərəcəyə çevirmək üçün 111-ə bölməliyik. Niyə? Çünki 1 dərəcəlik meridian qövsünün uzunluğu 111 kilometrdir. 8769-u bölməliyik 111-ə. Dərəcəni tapmaq məqsədli. Böləndə cavabımız eləyir 79 dərəcə. 79 dərəcə. Yəni bu ekvatordan 79 dərəcə şimala doğru gedib. Gedib hara çatacaq? Əlbəttə ki, 79 şimal enliyinə. Çatdığımız məntəqədən cənub tropik xəttinə qədər. Cənub tropik xətti də haradır? 23.5 dərəcə cənub enliyi. Yəni bu məntəqədən, bu 79 şimal enliyinə. Cənub tropik xəttinə qədər. Yəni bu məntəqəyə qədər olan ən qısa məsafəni hesablayın. 79 şimal, 23.5 cənub. İkisi də ayrı yarımkürələrdə yerləşdiyinə görə arasındakı dərəcə fərqini taparkən toplamalıyıq. 23.5-in üzərinə 79 gələndə eləyir 102,5 dərəcə. Və biz də bunu deməli, məsafəni tapırıqsa, əlbəttə ki, meridianal istiqamətdədir və bayaqlar dedik. 1 dərəcəli meridian qövsünün uzunluğu 111-dir. 102,5-i vurmalıyıq 111-ə. Cavabımız eləməlidir 11377,5 kilometr. Yəni A bəndi. Davam edirik 37-ci sualla. Üzvü aşınmanın zəif getdiyi məntəqələri müəyyən edin. Üzvü aşınma bilirik ki, ümumiyyətlə canlı orqanizmlərin qalıqlarının aşınmasıdır və təbii ki, biz Azərbaycan xəritəsi öz ölkəmizdə, respublikamızda bir qədər quraq əraziləri götürməliyik ki, üzvü aşınma zəif getsin. Yəni zəif getdiyini müşahidə edək. Baxırıq xəritəyə. Bizə lazımdır quraq ərazilər. Hardasa yarımsəhra quru çöl iqlimində yerləşən ərazilər baxanda elə ilk gözümüzə sataşır. 5, 1 yarımsəhra quru çöl iqlimidir. 6 o da həmçinin. 4 baxın qışı soyuq keçən yarımsəhra quru çöl iqlimidir. 1, 5, 6 qışı mülayim keçən yarımsəhra quru çöl iqlimidir. Yəni bir qədər quraq ərazilərdir. Aşağı ərazilərdir. Ona görə götürürük 1, 4, 5 və 6 D bəndi. Digər variantlara ümumiyyətlə baxanda Lənkəranova ümumiyyətlə buradan çıxaq. 2 Kiçik Qafqazın ortalıq əraziləridir. 7, 3 bunlar da bir qədər rütubətli ərazilər olduğuna görə üzvü aşınma orada o qədər zəif getməz. 38-ci sual. Çayları verib, töküldüyü dəniz və mənsəbinin yerləşdiyi ölkələr. Mekong çayı. Mekong çayı tökülür Cənubi Çin dənizinə. Mekong ovalığından axan çaydır, Cənubi-Şərqi Asiya. Cənubi Çin dənizinə tökülür və ölkə də olaraq Vyetnam,
mənsəbinin yerləşdiyi ölkəni Vyetnam götürürük. Mekong, Cənubi Çin və Vyetnam. 1, 2, D. Nil çayı. Nil çayı tökülür Aralıq dənizinə. Afrikanın ən uzun çayıdır. Şimal istiqamətində hərəkət edir və Aralıq dənizinə tökülür. 4. Olmalıdır mənsəbinin yerləşdiyi ölkə Misir. 1, 2, 4, C. Və Yukon çayı Kanadanın, Amerikanın ərazisindən keçərək gəlir Amerikada Bering dənizinə tökülür. 3 və Amerika. 3 və A. Olur cavabımız C bəndi. Uyğunluğu bizdən soruşur. Qazaxıstan və Türkmənistanı verib. Baxırıq. Ərazisində Buzaçi yarımadası yerləşir. Buzaçi yarımadası Qazaxıstanındır. A bəndi. Qırğızıstanla sərhədi mövcud deyil. Qazaxıstanla Qırğızıstanın sərhədi var, amma Türkmənistanla Qırğızıstanın sərhədi yoxdur. 2 olmalıdır B. Əhalisinin əsas səsi türk dilli qrupunun Bulqar qoluna aiddir. Bunların heç biri aid deyil. Ərazisində çöl və meşə çöl təbii zonası yayılmışdır. Ümumiyyətlə çöl deyirsə, Qazaxıstan götürməliyik. 1-ə A və D. Çayları yalnız daxili axarsız hövzəyə aiddir. Yalnız daxili axarsız hövzəyə aiddirsə biz burada götürməliyik Türkmənistanı. 1-ə A, D, 2-yə B və Y. Olmalıdır cavabımız C bəndi. Deməli 40-cı sual Azərbaycanın faydalı qazıntılarından düşüb. Daşkəsən, Laçın və Kəlbəcər inzibati rayonları bizə verib. Filiz faydalı qazıntı yataqlarının da adlarını verib. Narzanlı, ümumiyyətlə Gilgəz çayı, Narzanlı, bunlar Laçında civə yataqlarıdır. Narzanlı Laçınındır. 2-yə A. Kasta, Katet çayı, Mazım çay. Bunlar Balakən və Zaqatalada polimetal yatağıdır və elə bir inzibati rayonu bizə verməyib. Bunu götürmürük heç birinə. İpək. İpək xromit yatağıdır və İpək Laçında yerləşir. A, C. Hamançay. Hamançay dəmir yatağıdır, Daşkəsəndir. D. Göydərə. Göydərədə xromit yatağıdır, Kəlbəcərdədir. E bəndi. Xromit yataqları Kəlbəcərdə Göydərə, Laçında isə İpəkdir. Cavablarımız olur 1-ə D, 2-yə AC, 1-ə D, 2-yə AC, 3-ə də Y. C bəndi. Baxırıq 41-ci suala. Fiziki coğrafi rayonlar verilib və xüsusiyyətlərinə baxacağıq. Dağlıq Şirvan, Kür-Araz və Gəncə. Əkinçiliyin inkişafı qış otaqlarının sahəsini azaldır. Əlbəttə ki, biz bunu götürməliyik Kür-Araza. Əkinçiliyin inkişafı ilə əlaqədar olaraq qış otaqlarının sahəsi azalıb. 2-yə A. Meandrlar və axmazların yaranması imkanları genişdir. Meandrlar məlum məsələdir ki, Kür çayından burada söhbət gedir, Kürün axmazları. Söhbət burada Kür-Araz fiziki coğrafi rayonundan gedir. Meandrlar və axmazların yaranması üçün imkanları genişdir. 2-yə olmalıdır B. Yayı quraq keçən mülayim isti iqlim yarım tipi mövcuddur. Ümumiyyətlə yayı quraq keçən Talış dağları, Lənkəran ovalığı, Böyük və Kiçik Qafqazın cənub-şərq yamacları idi. Burada da Dağlıq Şirvan daha uyğun gəlir. Yayı quraq keçən mülayim isti iqlim tipinə. 1-ə C. Göllərə əsasən uçqun bənd mənşəlidir. Göygöl, Maral göl göllərindən bilmək olar ki, söhbət burada Gəncədən gedir. 3-ə D. Metallurgiya sənayesinin inkişafı üçün yerli xam mal ehtiyatına malikdir. Əlbəttə ki, Gəncəni götürməliyik. Filiz faydalı qazıntıların əksər hissəsi həmin ərazilərdədir. Ona görə 1-ə C, 2-yə A, B, 3-ə də D, Y. Cavabımız olur Y bəndi. 42-ci sualda Euler-Venn diaqramı verib və uyğun bəndləri bizdən soruşur. Ekvatorial meşələr, qütb səhraları və enliyarpaqlı meşələr. Gəlin ortaqlı hissəyə baxaq 4-ə. Xüsusiyyətlərə baxaq. Rütubətlənmə əmsalı vahiddən böyükdür. Ümumiyyətlə, ekvatorial meşələrdə, enliyarpaqlı meşələrdə, tayqalarda və qütb səhralarında rütubətlənmə əmsalı vahiddən böyükdür. 1-i götürürük. Humid ərazi kimi. 4-ə 1, A-nı çıxırıq, C-ni çıxırıq, D-ni çıxırıq. Qalırıq 2 variant arasında, B və Y. Aqrı iqlim ehtiyatları ilə, daha doğrusu belə baxaq suala. Məsələn, bizdə B və Y cavablar arasında qalmışıq. 1-ə 6-nı 7-ni verib B bəndində və 1-ə 4-ü verib. Baxırıq, 1 ekvatorial meşələri və qütb səhralarını əlaqələndirir. Yəni enliyarpaqlı meşələr bura aid deyil. Deməli, 1-də olmalıdır nə? 6-ya baxırıq. Əsas iqlim qurşağında yerləşirlər. Əsas iqlim qurşağında yerləşməklə yerləşirlər. Enliyarpaqlı meşələr də yerləşir. Yəni mülayim iqlimdən söhbət gedir. Yəni əsas iqlim qurşağıdır. Ona görə elə bu 6-nı
Ümumiyə götürərik 4-ə. Bu cavabımızdan çıxsaq, elə cavabımız qalır Y bəndi. Sual ola bilər ki, bir qədər mürəkkəb gəlir. Amma 1-2 variantı heç axıra qədər də oxumasaq, 1-2 variantı dəqiq bildiyimiz variantı çıxanda cavabımız artıq görünür. Davam eləyək. Deməli, əsasən həmişəyaşıl ağaclardan ibarətdir. Həmişəyaşıl ağac deyirsə, gəlin buradan qütb səhralarını çıxış eləyək. 2-yə olmalıdır 3, doğrudur. Və 2-yə nə verib? 7 verib. Kimyəvi üzvü aşınma intensivdir. Bəli, qütb səhralarında kimyəvi üzvü aşınma olmaz. 7-ni götürdük. 3-ə nə verib? 2 və 5. 3 nədir? Enliyapaqlı meşələr və qütb səhraları. 2 nədir? Aqroiqlim ehtiyatları zəif təmin olunmuşdur. Bəli, biz bilirik ki, ekvatordan yuxarıya doğru getdikcə, yəni qütblərə doğru getdikcə və ekvatordan cənuba qütblərə doğru getdikcə aqroiqlim ehtiyatları zəifləyir. Ona görə ekvatorial meşələri buradan çıxsaq, elə bu 3-ün özünə 2 qalacaq, düzdür? 5 nədir? Günəşin zenitdə olmadığı ərazilər də yayılıb, düzdür? Çünki ekvatorial meşələrdə günəş zenitdədir, ekvatorial ərazilərdir, amma qütb səhraları və enliyapaqlı meşələr mülayim qütb ərazilər olduğuna görə günəş zenitdə deyil. 3-ə 5 doğrudur. 4-ü də bayaq təhlil elədik. Rütubətlənmə misalı vahiddən böyükdür və əsas iqlim qurşağında yerləşir. Cavabımız olur burada nə? Y bəndi. Bu qədər sadə. Deməli, davam edirik 43-cü sualla. Müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunan çayları bizdən soruşur. Ümumiyyətlə, yayda suvarmadan istifadə olunursa, yəni yayda bunun suvarmaya ehtiyacı varsa, demək ki, bunun yayı qurudur. Qışda suvarmaya ehtiyacı varsa, demək ki, bunun qışı qurudur. Yayda quraq olan iqlimi gəlin yadımıza salaq. Çaylara baxırıq da burada. Məsələn, subtropik iqlim. Yayda tropik, qışda mülayim hava kütləsi hakim olur. Subtropik iqlimdə yerləşən çaylara baxsaq, elə birinci gözümüzə sataşır nə? Po Fərat çayı. Subtropikin çaylarıdır. Bunlarda yayda tropik hava kütləsi hakim olur. Ona görə də bu variant uyğun gəlir. Gəlin baxaq, Qanq və Mekong çayları. Bunlar subekvatorial iqlimdə yerləşən çaylardır. Və subekvatorial iqlimdə nə idi? Yayda ekvatorial, qışda tropik hava kütləsi hakim olur. Yəni qışı qurudur. Demək ki, Po Fərat çayı yayda suvarmaya ehtiyac olacaq. Bu çaylarda yayı quru olacaq. Qanq Mekong çaylarının da qışda suvarmaya ehtiyacı olacaq. Yəni qışı quru olacaq. Cavabımız olacaq nə? Y bəndi. Davam edirik 44-cü sualla. Şimal yarımkürəsində tropik şığlama qurşağında yerləşən M məntəqəsində. Şimal yarımkürəsində, yəni 0 dərəcə ekvatordan şimalda və tropik şığlama qurşağı daxildir. Yəni 23,5 dərəcə şimal enliyinin arasında bir məntəqə var, M məntəqəsi. Sadəcə olaraq yerini bilmirik də, yəni enliyini bilmirik ki. Amma bilirik ki, 0 ilə 23,5-in arasında yerləşir. M məntəqəsində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasında fərqi bizə verib ki, 33,5 dərəcədir. Deməli, tropik şığlama qurşağı daxilinə maksimum günəşin düşmə bucağı həmişə düşür 90 dərəcə. Əgər bunun maksimumu bu qədərdirsə, minimumu nə qədər olmalıdır ki, bunların arasında fərq 33,5 dərəcə eləsin? Əlbəttə ki, 90-dan biz çıxmalıyıq 33,5-i, eləməli də 56,5 dərəcə. Yəni, maksimum 90, minimum 56,5 arasındakı fərq bizə verməlidir 33,5 dərəcə. Demək ki, biz minimum günəşin düşmə bucağına əsasən, yəni maksimumu bildiyimizə görə minimum da tapdıq ki, 56,5 dərəcədir. İndi bizə nə deyir? Bu məntəqə hansı coğrafi enlikdə yerləşir? Biz burada 90 ilə yox, 56,5 dərəcə ilə iş görməliyik. Yəni, minimum düşmə bucağına əsasən həmin enliyi tapmalıyıq. Bilirik ki, bu M məntəqəsinə minimum günəş nə qədər düşdü? 56,5 dərəcə. Enliyin bilmirik. X dərəcə enlik. Biz günəşi əgər şimal yarımkürəsində, ki, söhbət şimal yarımkürəsindən gedir. Şimal yarımkürəsində həmin ərazidə minimum günəşin düşmə bucağı deyiriksə, biz günəşi maksimum o M məntəqəsindən uzaqlaşdırmalıyıq. Yəni, şimal yarımkürəsində minimum günəşin düşmə bucağından söhbət gedirsə, biz günəşi cənubda götürməliyik. Və maksimum biz M-dən uzaqlaşdırsaq gedib hara çatırıq? 23,5 dərəcə cənub enliyinə günəşi zenitdə qoyuruq. Yəni 90 dərəcə bucaq altında düşür. Yəni M məntəqəsindən uzaqda olmalıdır ki, deyək ki, bəli, M məntəqəsində günəş şüaları minimum bucaq altında düşür. 23,5 dərəcə cənub enliyinə 90 dərəcə bucaq altında günəş şüası düşəndə bu 56,5 dərəcə günəş şüası hansı enliyə düşər? Bizə bu lazımdır. 90 ilə 56,5-in arasındakı fərq
23.5 ilə bu ikisinin arasındakı fərqə bərabər olmalıdır. 90 ilə 56.5 arasında fərq nə qədər oldu? 33.5. İndi bu 23.5 ilə x enliyi arasında fərq də 33.5 eləməlidir. Biz bilirik ki, bu x şimal enliyidir. Şimal enliyi ilə cənub enliyi arasında fərqi tapanda biz onları toplamalıyıq. Ona görə hansı şimal enliyi ilə 23.5 cənub enliyini toplayanda 33.5 eləyər? Əlbəttə ki, 10 dərəcə şimal enliyi ilə 23.5 cənub enliyini toplayanda, çünki enliklər arasında fərqi tapanda, fərqli yarımkürələrdə olanda biz toplamalıyıq. 10 ilə 23.5 toplayanda eləməlidir 33.5. Amma dərəcələrdə isə istəyir şimalda, istəyir cənubda olsun, fərqlənmir. Həmişə o fərqi tapanda biz çıxmalıyıq. 90-dan da 56.5 çıxdıq, 33.5. Yəni söhbət 10 dərəcə şimal enliyindən gedir. En məntəqəsi oradadır. 45-ə baxırıq. Platformalar verib, qədim cavan platformalar, bir də geosinkronal qurşaq. Cavan platforma məlum məsələdir. Turan ovalığı, Qərbi Sibir və Ön Qafqaz. 3 dənə cavan platformamız var idi. Baxaq görə bu variantlara hansı uyğun gəlir. Qərbi Sibir. 3-ə olacaq C. Cavan platformadır. Deməli, geosinkronal qurşaq olmalıdır. Meksika yaylası, geosinkronal xəritəsində qeyd edilmişdir. Meksika yaylası və Pont dağları məlum məsələdir. Türkiyənin ərazisi. Yəni geosinkronal qurşaq direksiya götürməliyik. 1-ə, 2-yə B və D. B və D. Pont dağları, Meksika yaylası, bunlar geosinkronal qurşaqdır. Qədim platformaya nə qalır? Qalır orta Rusiya yüksəkliyi, qədim platformadır, bəli, və Amazon ovalığı, Cənubi Amerika. Amazon ovalığı qədim platformadır. 1-ə olacaq A-Y, 2-ə olacaq B-D, 3-ə də C. A-Y, B-D və C. 46-cı suala baxırıq. Deməli, ərazilər verib, xüsusiyyətləri verib və doğru sıraları bizdən soruşur. Hindistan yarımadası. Yağıntıları il ərzində qeyri-bərabər paylanır. Qeyri-bərabər paylanır, yəni bunun yayına yağıntı düşür, qışına düşmür və ya qışına düşür, yayına düşmür. Yəni il boyu bərabər deyil, qeyri-bərabərdir. Hindistan yarımadası da bildiyimiz kimi subekvatorial iqlim qurşağında yerləşir. Subekvatorial da yayda yağıntılı, qışda quraqdır. Demək ki, bəli, qeyri-bərabər paylanır. Bir düzdür. Mesopotamiya ovalığı il boyu səpələnə radiasiya üstündür, deyir. Səpələnə radiasiya olması üçün həmin ərazi buludlu olmalıdır. Mesopotamiya ovalığı da tropik, qismən subtropikə düşür. Yəni səpələnə radiasiya orada üstünlük təşkil etməz. 2 səhvdir. Yəni rütubətli bir ərazi deyil. Böyük səhra. İyul ayında buxarlanma qabiliyyəti maksimuma çatır. Ümumiyyətlə quru səthində temperatur maksimum olur iyul ayında. Su səthində isə avqust ayında. Ona görə bəli, böyük səhra da quru ərazidir. İyul ayında buxarlanma qabiliyyəti maksimuma çatacaq. 3-ü götürürük. Tasmaniya adası siklonda külək saat əqrəbinin əksinə hərəkət edir. Ümumiyyətlə siklonlar şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində hərəkət edir. Tasmaniya adası da cənub yarımkürəsidir. Yəni siklon orada saat əqrəbi istiqamətində hərəkət etməlidir, əksinə yox. 4 səhvdir. Qrenlandiya adasında səthində albedonun kəmiyyəti yüksəkdir. Albedo nə idi? Əks etdirmə. Yəni qar və buz səthində daha yüksək olur kəmiyyət. Ona görə Qrenlandiya adası da bura uyğun gəlir. Yava adası günəş bütün il boyu günorta vaxtı zenitdə olur. Bu ümumiyyətlə səhv fikirdir. 1, 3 və 5 bizim doğru variantlarımızdır C bəndi. Deməli, doğru olmayan sıralar bizdən soruşur. Göllər verilib, mənşəyə verilib və yerləşdiyi ərazilər. Qaragöl vulkanikdir, vulkanik yaylarda yerləşir, bəli, bu düzdür. Bir olan cavablarımıza çıxaq. Batabat axmazdır, Batabat axmaz deyil. Batabat uçqun mənşəlidir. Ona görə 2 səhv olduğuna görə götürürəm. Tektonik sarı su. Sarı su tektonik yox, sarı su axmaz mənşəlidir, 3 də səhvdir. Ağgöl axmazdır, bəli, Mil düzündə yerləşir, düzdür. Maral göl uçqundur, bəli, Murov dağ silsiləsi uyğundur. Hacıqabul axmazdır, düzdür, Salyan düzündə yerləşmir. Xəritəyə də baxsaq, Salyan düzünə uyğun gəlmir. 2, 3 və 6 bizim uyğun variantlarımızdır. Xəritə sxemdə hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan xüsusiyyətləri bizdən soruşur. Görək ölkələr hansılardır? Amerika, Avstraliya, Qərbi Avropanın çox aydın görünmür. Fransa ərazisini bizə göstərib, ölkəsi. Deməli, bu ölkələr əlbəttə ki, inkişaf etmiş ölkələrdir. İndi görək bunlar haqqında nə deyir? Təbii artımın birinci tipi xarakterikdir, bəli.
İnkişaf etmiş ölkələr üçün təbii artımın birinci tipi xarakteridir. Əhalinin yaş tərkibində uşaqların sayı daha çoxdur. Xeyr, uşaqların sayı inkişaf etməkdə olan ölkələrdə daha çox ola bilər. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Xeyr, xidmət və informasiya sahələrində çalışa bilər, inkişaf etmiş ölkələr olduğuna görə. Əsas emiqrasiya mərkəzləridir. Emiqrasiya gedənlərdir. Emiqrasiya yox, ən çox immiqrasiya mərkəzi ola bilər, inkişaf etmiş ölkələr olduğuna görə. Urbanizasiya səviyyəsi yüksəkdir, bəli, şəhər əhalisi, şəhərlərin rolu. Əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsinə aiddir. Hind-Avropa dil ailəsinə aiddir, bəli. 6-nı da götürə bilərik. 1, 5, 6. Cavabımız D bəndi. Amerika, Avstraliya, Fransa, Hind-Avropa dil ailəsinə aiddir. 49-a baxırıq. Orta illik temperaturun 20 Selsi dərəcədən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamətlər. Orta illik temperaturu 20-dən yüksəkdir və düz günəş radiasiyası, yəni bulutsuz ərazi, bir qədər quraq ərazi, temperaturuna da baxsaq, düz günəş radiasiyası deyir, bulutsuz ərazilərdir. Söhbət burada quraq ərazilərdən gedəcək. Yəni bir növ belə baxanda səhralardan. İndi baxaq. Rütubətlilik əmsalı vahiddən kiçikdir. Bəli, quraq ərazilərdə rütubətlənmə əmsalı vahiddən kiçik olacaq. Arid ərazi. Yalnız ovalılar çox xarakterikdir. Yalnız ovalılar çox xarakterik deyil. Çay əmələ gəlmə imkanı zəifdir. Bəli, quraq ərazilərdə çay əmələ gəlmə imkanı zəif olacaq. Enən hava axınları üstünlük təşkil edir. Qalxan hava yağıntı gətirirdi. Enən hava isə yağıntı vermirdi. Əlbəttə ki, bulutsuz ərazilər olduğuna görə enən hava axınları üstünlük təşkil edəcək. Skalaq temperatur amplitudu yaranır. Gün ərzində ən isti və ən soyuq temperatur arasında fərq ola bilər. Çünki quraq ərazidən söhbət gedir, səhralardan söhbət gedir. Kimyəvi və üzvü aşıma intensiv gedir. Tamamilə səhvdir. Kimyəvi və üzvü aşıma canlı orqanizm deyiriksə, su temperatur deyiriksə, bura uyğun gəlməz. 1, 3 və 4 bizim uyğun variantlarımızdır, Y bəndi. 50-ci suala baxırıq. Aral dənizinin qurumasının səbəbi və Aral dənizinin qurumasının nəticəsi. Litosfer havalarının hərəkəti bunların heç birinə aid deyil. Yəni, tasvir havalarının hərəkəti ümumiyyətlə burada rol oynamır. Cavablarda bir varsa, hansı variantı uyğun olur olsun, çıxın. Deməli, Aral dənizinin qurumasının səbəbi. Təbii ki, orada suvarma var ki, Aral dənizi quruyar da. Suvarmaya tələbat artar ki, Aral dənizi quruyar. Yəni, biz 1-ə 3 götürməliyik. Nəticəsində nə yarana bilər? Nəticəsində də yarana bilər, toz fırtınaları torpağı yarıqsala salır. Yəni, səhra landşaftını azaltmaz. Ora tökülən çaylarda su sarfinin artması heç bir nəticə verməz, elə bir nəticə olmaz. Demək ki, biz götürməliyik. Suvarma olur ki, Aral dənizi quruyur. Quruyandan sonra da nəticə olaraq nə baş verə bilər? Toz fırtınaları torpağı yarıqsala salır. 1-ə 3, 2-ə də 2. D bəndi. Diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətinin təqribi bölgüsü verilib. Bu iqlim tiplərinə aid olan düzgün fikirləri qruplaşdıraq. Yəni 50% ərazini əhatə edibsə, ümumiyyətlə iqlim xəritəsinə də baxanda görərik ki, ən çox respublikamızda yarımsəhra quru çöl iqlimi üstünlük təşkil edir. Yəni birinci hissəyə aid olmalıdır yarımsəhra quru çöl. 30% ərazini əhatə edibsə, söhbət mülayim isti iqlimdən gedir. 20% ərazini əhatə edibsə, soyuq iqlim xarakterikdir. Şollar düzü üçün səciyyəvidir. Şollar düzü üçün səciyyəvidir. Əlbəttə biz burada götürməliyik. Düzənlik ərazidir. Şollar düzü yarımsəhra quru çöl iqlimi. Yəni qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi. 1-ə olmalıdır A. Orta Araz təbii vilayətində rast gəlinmir. Nə demişdik? Orta Araz Naxçıvanda mülayim isti iqlim tipində rast gəlinmir. Heç bir növü yoxdur. 2-ə olmalıdır B. Lənkəran ovalığı Qanı-Xəzər çökəkliyində yayılıb. Lənkəran ovalığı deyirsə, Qanı-Xəzər deyirsə, əlbəttə ki biz mülayim isti iqlimi götürməliyik. Deməli, Lənkəranda ən çox yayı quraq keçən mülayim isti iqlim, Qanı-Xəzər Əyrişayda da qışı quraq keçən mülayim isti iqlim. 2 olmalıdır B, C. Pambıq əkinlərinin yayıldığı ərazilər üçün səciyyəvidir. Pambıq əkinləri deyirsə, əlbəttə ki, iqlim şəraiti yarımsəhra uyğun gəlir. D. Respublikamızın yüksək dağlıq hissələrində qalacaq nə? Soyuq iqlim. Y. A, D, B, C və Y. Cavabımız olur B bəndi. Metallurgiya kombinatları əsasən yerli və idxal edilən daş, kömür və dəmir filizi ilə işləyən ölkələr. Yəni özündə olan və alan. Birə aid olmalıdır, yəni özündə olan daş, kömür və dəmir filizinə sahib olan ölkələr.
İkinci hissəyə aid olmalıdır onu alan ölkələr. Baxırıq. Deməli burada Avstraliyaya fikir verin, ikinciyə. İdxal edən ölkə kimi verib. Yəni Avstraliyada hər ikisi də var. Olmaz. Məsələn, verib burada nə? Çin, Rusiya car. Çin, Rusiya car, bəli, yerlidir. Daş kömür və dəmir filizi var. Fransa, İtaliya, Yaponiya alır. Bu uyğundur. Daş kömür və dəmir filizini alırlar. Düzdür. Rusiya, Fransa, Kanada, məsələn, baxın, yəni Fransanı buradan çıxaq, özündə yoxdur. Sonra burada Ukrayna deyir ki, ikinci bəndə baxın, Ukrayna idxal edir. Xeyr, Ukrayna özündə var. Sonra Yaponiya deyir ki, yerlidir. Yaponiyada yoxdur, götürməliyik. Demək ki, cavabımız olacaq B bəndi. Doğru fikirləri müəyyən edin. Ölkənin qonşu ölkələri nəzərən mövqeyi makro mövqe adlanmır, mikro mövqe adlanır. Bu səhvdir. Xəzər sahillərində yerləşən yalnız iki ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Xəzər sahillərində hansıdır? Rusiya, Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan. Yəni Rusiyanın, İranın dünya okeanına birbaşa çıxışı var. Amma qalan o üç ölkənin birbaşa çıxışı yoxdur axı. Demək ki, 2 yox, 3 ölkənin birbaşa çıxışı ola bilməz. Braziliya, Avstraliya və Kanada dövlətləri dünya okeanında geniş iqtisadi zonaya malik ölkələrdir. Bəli, bu düzdür. Nigeriya və Hindistan əhalinin milli etnik tərkibinə görə federativ ölkələrdir. Bəli, milli etnik tərkibinə görə deyirsən, Nigeriya, Hindistan düzgün götürürük. Mərakeş, Yaponiya konstitusiyalı monarxiyadır. Monarxiyadılar və konstitusiyalılar. Bu da düzdür. Vyetnam, Butan, Laosun dünya okeanına birbaşa çıxışı var. Vyetnamın var, Butanla Laosun isə yoxdur. Cavabımız olacaq 3, 4 və 5. Azərbaycanın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin. Yarımsəhra quru çöl iqlim şəraitində suvarma əkinçiliyi inkişaf edib. Bəli, yarımsəhra quru çöldə suvarma əkinçiliyi inkişaf edə bilir. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də gərzəkli meyvəçilik inkişaf edib. Mülayim isti iqlim şəraitində tumlu və gərzəkli meyvəçilik uyğun fikirdir. Şabaldı və qəhvəyi torpaqların yayıldığı ərazilər əkinçilik üçün əlverişli deyil. Bu torpaqlar quraq torpaqlar deyil. Münbitliyi o qədər zəif torpaqlar da deyil. Yəni əkinçilik üçün əlverişli ola bilər. Bu səhv fikirdir. Boz və sarı torpaqlarda sitrus meyvəçiliyi inkişaf edib. Sarı torpaqlarda bəli, amma boz torpaqda sitrus meyvəçiliyi olmaz. Yay otlaqları soyuq iqlim tipində formalaşır. Bəli, yay otlağı soyuq iqlim tipində formalaşır. Qış otlağı yarımsahara quru çöl iqlimində. Taxılçılıq və üzümçülük yalnız dəmiyə şəraitində inkişaf edib. Yalnız dəmiyə deyirsə biz bunu götürməliyik. Cavabımız olacaq burada nə? 1, 2 və 5. 55-ci suala baxırıq. Okeanın müxtəlif çökəkliklərinə exolotdan göndərilmiş səs siqnalı birinci çökəkliyin dərinliyinin 6900 metr, ikinci çökəkliyin dərinliyinin isə 4800 metr olduğunu müəyyən edib. Deməli, 2 dənə çökəklikdir. Birinci çökəklik və ikinci çökəklik. Deməli, səs siqnalı göndərilib. Müəyyən edilib ki, dərinlik birinci çökəklikdə 6900 metrdir. İkinci çökəklikdə isə səs siqnalı göndərilib. Müəyyən edilib ki, 4800 metrdir. Nə deyir? Deyir ki, bu çökəkliklərə səs siqnalının gedib qayıtma müddətləri arasındakı fərqi hesablayın. Deməli, bizim qaydamız nə idi? 1 saniyədə səs siqnalı 1500 metr məsafə qət edir. Bəs 6900 metr üçün neçə saniyə lazımdır? Yəni, bir dəfə 6900-ü 1500-ə bölməliyik, bir dəfə də 4800-ü 1500-ə bölməliyik. 6900-ü 1500-ə bölməliyik. Bölürük 1500-ə ki, biz həmin o okeanın dərinliyinə qədər gedən saniyəni tapaq. Bir dəfə də 4800-ü bölməliyik 1500-ə. Böləndə cavablarımız eləyir nə? 6900-ü bölürük 1500-ə. 4,6 saniyə. Yəni bu, belə deyək, okeanın səthindən dərinliyə qədər 4,6 saniyə vaxt itirib. Yəni bura qədər 4,6 saniyə vaxt itirib. Bu birinci çökəkliyə aiddir. İkinci çökəklik isə 4800-ü bölürəm 1500-ə. Eləyir 3,2 saniyə. Yəni okeanın səthindən dərinliyinə qədər 3,2 saniyə vaxt sərf edir. Bizə burada nə lazımdır? Gedib qayıtma deyir. Yəni bu 4,6 saniyə gəlib okeanın dibinə çatıb. Axı bunun qayıtmağı da var. Yəni 4,6 saniyəyə çatıbsa, bir 4,6 saniyə də gedib
səthə çıxmalıdır da. Demək ki, biz 4,6 saniyəni vurmalıyıq 2-yə. 4,6 saniyəni 2-yə vuranda eləyir cavabımız nə? 9,2 saniyə. 9,2 saniyə. Yəni okeanın dibində saxlamırıq da. Onun getdiyi kimi gəldiyi də var. Yəni gedib qayıtma ona görə deyir. 9,2 saniyə. İndi də 3,2 gedib, bir də gəlib okeanın səthinə çatmalıdır. Yenə 3,2-ni vurmalıyıq 2-yə. Eləməlidir nə? 6,4 saniyə. Yəni bunları 2-yə vurmağı unutmuruq. Nə etməliyik? İndi fərqi tapmalıyıq. 9,2-dən çıxmalıyıq 6,4-ü. Eləməlidir nə? 2,8 saniyə. Bu qədər sadə. 56-cı suala baxırıq. Xəritə sxemə və cədvələ uyğun gələn sıraları müəyyən edin. Baxaq. Deməli, düzən meşə landşaftı yayılmışdır A və C-də. Baxaq. Lənkəran ovalığı və Qanı-Xəyirsayda düzən meşə landşaftı var. Bu düz fikirdir. Biri götürürük. Qışı soyuq keçən yarımsahara quru çöl iqlimi səciyyəvidir. Qışı soyuq keçən yarımsahara quru çöl iqlimi B və D-ni verib bizə. Ümumiyyətlə qışı quraq keçən, daha doğrusu qışı soyuq keçən yarımsahara quru çöl iqlimi yalnız və yalnız B-dədir. Qismən talışdırı olmalıdır. Amma B-ni götürürük. Yəni D uyğun deyil. D Cənub-Şərqi Şirvan düzü, orada qışı mülayim keçən yarımsahara quru çöl iqlimidir. Bu səhv fikirdir. Ölkəmizdə əhalinin sıxlığı ən az olan düzənliklərdir. A ilə C. A Lənkərandır. Lənkəranda əhalinin sıxlığı az deyil axı. Yəni bu səhv fikirdir. 3-ü çıxdıq. Paleogen yaşlı çökmə suxurlar geniş yayılmışdır. A ilə D-də. Ümumiyyətlə paleogen deyəndə biz götürməliyik Talışı, Zəngəzuru əsas etibarilə. A ilə D burada uyğun gəlmir. D ümumiyyətlə uyğun gəlmir. Çünki D-də 4-cü dövrün suxurları, Kaynozoy çöküntüləridir. Ona görə bu fikir də səhvdir. Orta illik yağıntıların miqdarı 500 mm-dən azdır B ilə D. Bəli, yarımsahara quru çöl iqlimidir. Bayaqlar dedik. Biri qışı soyuq keçən yarımsahara quru çöl iqlimidir. Biri də qışı mülayim keçən yarımsahara quru çöl iqlimidir. Və yağıntıların miqdarı da 500 mm-dən azdır. 1 və 5 bizim doğru cavablarımız olacaq. Yaponiya, Almaniya və İspaniya uyğunluğu müəyyən edin. Musson iqlimi xarakterikdir. Musson iqlimi nə idi? Yayı yağıntılı olan iqlim. Bir subtropik mussonu var idi, bir də mülayim mussonu var idi. Əlbəttə ki, uyğun gəlməlidir bu Yaponiyaya. Yəni materiklərin, şimal materiklərinin şərq hissəsi. Uyğun götürürük. Yaponiya musson iqlimində yerləşir. Bir A-nı yazırıq. 3 yarımkürədə yerləşir. Yaponiya 2 yarımkürədir. Şimal-şərq. Almaniya yenə 2 yarımkürədir. Şimal-şərq. Amma İspaniyanın Qrinviç xətti kəsir. Şimal, şərq və qərb yarımkürələrə düşür. Ona görə 3-ə B-ni götürürük. Əhalisinin əsas hissəsi German dil qrupuna aiddir. German deyirsə Almaniya, əlbəttə ki, İspanlar Romandır. 2-yə C. Zeytun istehsalına görə dünyada qabaqcıl yer tutur. Zeytun istehsalı deyirsə subtropik aralıq dəniz iqlim tipində yerləşən əraziləri biz götürməliyik. Əlbəttə ki, İspaniya daha uyğun gəlir. D. Ərazisində Kobe limanı yerləşir. Bu Yaponiyaya aiddir. 1-ə A-Y, 2-yə C, 3-ə B və D. İndi isə gəldik situasiya sualına. A dağları 2 yarımkürədə yerləşir. Bu dağın yamaclarına isti okean cərəyanı təsir edir. Deməli, 2 yarımkürədə yerləşir və isti okean cərəyanı təsir edir. Aha. 2 işıqlanma qurşağında yerləşən bu dağlar inkişaf etmiş ölkələrin ərazisindədir. İnkişaf etmiş ölkələrdir. Deməli, A dağlarının yerləşdiyi yarımada deyir, sahillərini bir neçə dəniz suları yuyur. Bu dağların şimal hissəsində gecə-gündüzün adi növbələşməsi pozulur. A dağları dövrlərinin sayı ən çox olan geoloji erada, yəni paleozoyda yaranmışdır. Yəni demək ki, bu qədim dağdır, yarımada ərazisindədir. Və isti okean cərəyanları ora təsir eləyir. 2 yarımkürədə də yerləşir. 2 işıqlanma qurşağında da yerləşir. Ümumiyyətlə uşaqların əksəriyyəti bunu böyük su ayırıcı kimi də başa düşüb. Burada gecə-gündüzün adi növbələşməsi pozulur deyir. Yarımadanın sahillərini deyir, bir neçə dəniz suları yuyur. Biz burada avtomatik ağla gəlməlidir nə? Nəyə götürməliyik? Skandinaviya dağlarını. 2 yarımkürədə yerləşir. Skandinaviya dağları, bəli, şimal və şərq yarımkürələrdir. Yəni onu Qrinviç xətti kəsmir. 2 işıqlanma qurşağıdır, bəli, qütb dairəsi kəsir. Şimal
qütb və şimal mülayim işıqlanma qurşaqlarına düşür. İnkişaf etmiş ölkələrdir. Bəli, Norveç, İsveç, Finlandiya inkişaf etmiş ölkələrdir. Gecə-gündüzün adi növbəşməsi pozulur. 60-65 kəsir ona görə. Paleozoyda yaranıb, düzdür. Onun ərazisindən bol su və sürətli çaylar axır. Bəli, Avropanın şimalında demişdik belə bir şey. A dağlarının yerləşdiyi ölkələrdə əhalinin doğum və ölüm səviyyəsi aşağıdır. Bəli, inkişaf etmiş ölkələr. Yəni söhbət Skandinaviya dağlarından gedir. Skandinaviya. Baxırıq. Mətnə əsasən A dağları, yəni Skandinaviya dağları, onun ən yüksək zirvəsi Qalxapiken. Dağın yerləşdiyi işıqlanma qurşaqları şimal qütb və şimal mülayim və bu işıqlanma qurşaqlarında yerləşib A dağları ilə eyni geoloji yerdə yaranmış dağ silsilələrini müəyyən edin. Yəni paleozoyda yaranan dağ silsilələrini saya bilərik. Nə vardı burada? Ural, Skandinaviya, Böyük Sarıcı, Kap, Əjdaha bu dağları götürə bilərik. 58-ci sualın cavabı. 59-cu sualda cədvəl bizə verib. Hal-hazırda əlimiz yoxdur. A dağlarının yerləşdiyi ölkələrin adlarını, təbii ki, Norveç, İsveç, Finlandiyadır. Və bu ölkələrin əhalisinin əsas hissəsinə aid olduğu dil qrupları. Norveç, İsveç, Hind-Avropa dil ailəsinin German dil qrupudur. Finlandiya isə Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aiddir. Əhalinin təbii artım tipi birinci tipdir. Demoqrafik keçid mərhələsi də inkişaf etmiş ölkələr olduğuna görə 4-cü mərhələyə aid edilir. Belə əziz abituriyentlər, hər birinizə uğurlar arzulayıram.